Paşa Yaqub, Yaradılış və Sivilizasiya 3-cü hissə. Ey kainatı yaradan, sən vasitələrlə hər şeyə qadirsən və sən hər yerdəsən. Dünyada yalnız sülh olsa, hər yer müqəddəs olar. Səndən yalnız ağıl və səbir diləyirəm. Məni ağıl və səbir verdiyin kəslərin yoluna yönəlt. Yönəlt ki, elmlənim hamıya yaxşılıq və bəşəriyyətə sülh gətirim. Elmi kəşflər edim ki, insanlar boş yerə ölməsin. Yaxşılıq icad edim ki, əminamanlıq olsun. Yaradanım, sən bizi bunun üçün yaratmadınmı? Bir insanı xilas edən bütün bəşəriyyəti xilas etmiş kimidir. Sənə qovuşmağım üçün mənə sirləri agah et. Yaradan uludur. Onun heç niyə ehtiyacı yoxdur. Mələk insanın ağlı, şeytan insanın ad hissələridir. Yaradanın işarəsi bütün canlılarda var. Yer planeti özü də canlıdır. Bütün canlılar yaradandan qopan zərrəciklə yaranıb. Yer planetinin də, bəşəriyyətin də rüşeyim, körpəlik, uşaqlıq, yeniyetməlik, gənclik və qocalıq dövrü olacaqdır. Körpəlik dövründə hazır məhsulları mənimsəmişlər. Uşaqlıqda bir-birlərini aldatmışlar. Bir-birləri ilə savaşmışlar. Yeniyetməlik hazırki dövrümüzdür. Bu dövrdə insanlar yaşlarından asılı olmayaraq hamı soyunmaq, başqa cinsləri öyrənmək istəyir və daim diqqət mərkəzində qalmaq istəyirlər. Gənclik dövrü isə aqil insanların dövrü olacaqdır. Bu dövrdə insanlar okeanların, dəniz altında və digər planetlərdə səyyar və daimi şəhərlər yaradacaqlar. Qocalıq dövrünün iltihabları gənclik dövrünün səhvlərindən qaynaqlanacaqdır. Yeniyetməlik dövründə yenidən uşaqlıq dövründəki kimi savaşlar olsa, bu yer kürəsinin məhvinə gətirib çıxaracaq. Gəlin gənclik dövrünə birlikdə qədəm qoyaq. Bu ilahi qanunların tərkib hissəsidir. Hərə özü üçün yaradana dua etməlidir. Çünki sən dünyaya tək gəlirsən və öləndə tək bastırılırsan. Yalnız əkizlər istisnadır. Təbiətdə hər şey hərəkətdədir. Çalışın, daim hərəkətdə olun. Fərqi yoxdur fiziki və ya zehni hərəkətdə. Çünki kamilləşmək yalnız bununla mümkündür. Biz cəmiyyəti elə inkişaf etdirməliyik ki, kömür parçası almaza çevrilsin. Meyvəsiz ağac meyvə gətirsin. Göydəki buludlar qədər mürəkkəb olsa, saçınızdakı tüklər qədər qələm olsa, Yaradanın qüdrətini göstərməyə azlıq edər. Bildikləriniz, öyrəndikləriniz və öyrətdikləriniz dəryada bir zərrə qədərdir. Elmlənin ki, sirlərdən agah olasınız. O şəxslər ki, Yaradana inanır, onu məhəbbət və ağıl yolu ilə dərk etməyə cəhd edirlər. O şəxsləri qorxutmaq, qurdu quzu ilə qorxutmağa bənzəyir. Sonsuz kainat insan bədəninə bənzəmirmi? Bütün orqanlar bir-biri ilə qanla uyğun şəkildə bağlı olduğu kimi, kainatdakı hər şey beləcə bir-birinə bağlıdır. İnsanlar arasında qarşılıqlı inam olsa, bir adamın barmağı belə qanamaz. Nə istəyirsiniz, istəyin. Amma var gücü ilə istəyin istəklərinizi. Vərəqlərə yazın və hər gün hədəflərinizi ziyarət edin. Amma unutmayın ki, 100 mərtəbəli binanın 10-cu mərtəbəsinə çıxmaq istəyirsinizsə, 100-cü mərtəbəni hədəf almalısınız. Tibb elmi hələ yeniyetməlik dövründədir. O, hələ gənclik dövrünə çatmayıb. İnsanın bədənində tarazlıq olmasa, insan məhv olar. Gələcəkdə müalicə yeməklə, içəcəklərlə və meyvə tərəvəzlərlə həll olunacaqdır. Heç bir cinayətkar bağışlanmamalıdır. Əks təqdirdə ədalət zənciri qırılar, bəşəriyyət məhv olar. Unutmayın, insan qanunların təməlidir.
ədalət bəşəriyyətin ən böyük silahıdır. Yalançı əff isə onun ölü doğulmuş uşağıdır. Aqil insan heç vaxt cinayət törətməz. Cahillik cinayətin əsas səbəbkarıdır. Elmli, intellektual insan heç vaxt başqasına pislik etməz, cinayət törətməz. Əgər o oxumuş biridirsə, bunu edirsə o özünü pula satan bir fahişə kimidir. Bəşəriyyətə olan məhəbbət yaradana olan məhəbbətin bir parçasıdır. İnsan öz yaradanını sevməlidir. Ondan qorxmamalıdır. Şüursuzlar qorxmalıdır ondan. Yaradana olan məhəbbət artdıqca millətlər arası ədavətə son qoyulacaq. Bəşəriyyət çiçəklənəcək, hamı tərəqqi və inkişaf edəcək. Qəssab qoyunu ona görə bəsləyir ki, gələcəkdə qoyunu satıb xeyir əldə eləsin və öz balalarına çörək pulu qazansın. Həyatda insanlar ya qəssab olar, ya da qoyun. Qəssab bacarıqlı insandır, qoyun isə şüursuz. İbrət al, ey bəşər övladı. Bütün dini, irqi, sinfi, cinsi və sair ideologiyaların əsas məqsədi insanları qırmaq, kölə halına salmaq və dünyanı ələ keçirməkdir. Yer planetinin heç bir yeri digər bir yerindən müqəddəs deyil. Yer əhlini dostlara və düşmənlərə bölmək çoxallahlılığa işarədir. Yaradan təkdir. Eşq atəşi alovlandı mı, ağıl xırmanı yanar. Xırman hazırlandısa, çörək bol olar və bəşəriyyət həqiqəti bilər. Hər deyilənə inanmaz. Hisslər daim sizi aldadar. Çalışın, ağıl və hisslərinizi birləşdirin, sonra qərar verin. Yaradan öz əlamətlərini, ilahi qanunları, təkamülü sizin bədənlərinizdə göstərmədimi? Sizin bədəniniz körpəlik, uşaqlıq, yeniyetməlik, gənclik, yetkinlik və qocalıq mərhələlərini keçdiyi kimi təbiət də yaz, yay, payız, qış fəsilləri kimi mərhələlərə bölündü. Bu qanuna uyğunluqdan ibrət almırsınızmı? Yaradanın qanunları hər yerdə olduğu kimi özü də hər yerdədir. Məgər sizlər hər hansı bir yeri müqəddəs eləyib Yaradanın evi adlandırmırsınızmı? Məgər bilmirsinizmi ki, bu cəzasız qalmayacaq? Vay o kəslərin halına Yaradana şərik qoşdular. Yaratdıqları evi Yaradanın evi adlandırdılar. O şəxslər daim mineral olaraq qalacaqlar. Onlar öz mənfəətləri üçün insanları aldadarlar. Yaradan hər yerdədir. Hərəniz özünüzə bir qibləgah düzəldib, sonradan bir-birinizlə vuruşmadınızmı? Bunlardan hələ də nəticə çıxarmırsınızmı? Yaradandan maddi şeylər diləməyin. Ondan yalnız maddini yaradan şeyləri diləyin. Mənəvi neymətlərlə qidalanın. Həftədə bir dəfə oruç tutun. Yuxuda böyük hikmətlər yatır. Ora bir sirli aləmdir. Bu aləmə varmağa çalışın. Silahın ox və ya güllə olmağı əsas deyil. Əsas odur ki, hədəfə vura biləsən. Yeməklərinizi bitki yağı ilə bişirin. Bu, haqq olandır. Gözəl geyinən insan, yaxşı yarpaqları olan və meyvələri bol olan ağaca bənzəyir. Gizli yerlərinizi örtün. Ədəbillərdən olun. Əks halda ucuzlaşmışlardan olarsınız. Hamı sizə baxar. Deyər ki, bu əcdadlarımız kimi lüt gəzir. O şəxs heyvanlara bənzər. Axı, heyvanların da paltarı yoxdur. Ruhanilik tarixə qovuşmalıdır. Aqil insanlar olun ki, heç kim sizə öyüd nəsiyyət verməsin. Kamil insana öyüd nəsiyyət nəyə lazımdır? Axı o, haqdan agahdır.